...1967-ci ildə tikilib istifadəyə verilən unikal memarlığa malik Bakı Dövlət Sirkinin binasında hazırda layihələndirmə prosesi davam edir. Köhnəliyi qoruyub saxlamaq şərti ilə müasir üslub və dizaynla tamaşaçıların istifadəsinə hazırlanan mədəniyyət müəssisəsi işlər yekunlaşdırıldıqdan sonra qapılarını yenidən tamaşaçıların üzünə açacaq. Bakı Dövlət Sirkinin direktor əvəz edicisi Nahid Ağayev bildirib ki, ötən il Mədəniyyət Nazirliyi tərəfindən nasazlıqlar aradan qaldırılanərək binada kütləvi tədbirlərin keçirilməməsi ilə bağlı qərar qəbul olunub. Bilirsiniz ki, Bakı Dövlət Sirki keçən il əsaslı təmir və rekonstruksiya səbəbindən fəaliyyət dayandırılır. Orada əlbəttə ki, zamanın tələblərinə uyğun təhlükəsizlik tədbirləri tam təmin olunacaq. Özəlliyi də ondan ibarət olacaq ki, yəni ki, daha gözəl dizaynla, daha gözəl konstruktiv elementlərlə təmin olunacaq. Bakı Dövlət Sirkinin əsas binası 67-ci ildən inşa olunmuş, istifadəyə verilmiş binasında hazırda təmir işlərinə əlaqədar layihələndirmə və smeta işləri aparılır. Nahid Ağayev qeyd edib ki, Bakı Dövlət Sirki indi yeni, müasir məkanda fəaliyyətini bərpa edib. Qurğunun özü Avropanın təhlükəsizlik tələblərinə tamamən cavab verir və ölkənin də bu sahə üzrə olan tələblərini tamamilə qarşılayır və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Macaristandan Avropanın ən böyük ölçülü şapitosu bura gətirildi və bu konstruksiyalı sirkdir, burada yığıldı, bunun ölçüləri çox böyükdür. Bakı Dövlət Sirki həmişə olduğu kimi bu bayram tədbirlərinə xüsusi proqramla hazırlaşır. İndi də qarşıda yeni il gəlir. Yeni ilə uyğun bir sirk proqramını yeni il hekayəsinə uyğunlaşdırmışıq və bizim sirk aktyorlarımız, janglyorlarımız, digər janr artistləri bu hekayənin müsbət və mənfi qəhrəmanlarıdır. Nahid Ağayev qeyd edib ki, Bakı Dövlət Sirki yeni il ərəfəsində yeni proqramla tamaşaçıların qarşısına çıxacaq. Proqramda Çili, Özbəkistan, Rusiya, Belarus və Ukraynanın tanınmış artistləri iştirak edir. Sevinç Vaqif qızı, Vüsal Hüseynov, Xəzər xəbər.